Başlayıram mehriban və rəhəmli olan Allahın adıyla. Allahın salam və salavat olsun Peyğəmbərə və onun əziz əhl-i beytinə. Bu günlərim əlamətlər günlərdəndir. Əziz balamız, Hacı Eldəyək balamızın doğum günüdür. Və bu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı, həyatda gözəl xidmətlər, xalqı üçün, milləti üçün, dini üçün, devləti üçün sadiq olmağını istəyirəm. Allah əziz balamızın ad günün mübarək eləsin. 100 yaşayasan balam. Düzdür, Eldəyək bizim ikinci evladımızdır. Mən bugün həyatda özümü xoşbəxt sanıram ki, evladlarımın hamısına ali təhsil vermişik Allahın izni ilə. Eldəyək da həyatın dinə sərf edib, xalqına sərf edib, kiçik yaşlarından orta məktəbi oxumaqla bərabər dini təhsil alıb. Sonra indi bugün özüm üçün şərəf sayıram ki, oğlum Eldəyəqin 2 dənə ali təhsili var.